Rusiyada çalışan Azərbaycanlı fəhlə həyatını itirib, hadisə Ufa şəhərində baş verib. Doğru xəbər Azərbaycan bildirir ki, Biləsuvar rayon sakini Kazımov Savad Eynullu oğlu çalışdığı binada hündürlükdən yıxılaraq ölüb. Qeyd edək ki, Biləsuvarın Xırmandalı kəndindən olan Savadın 38 yaşı olub. Ailədə 3 övlad olublar. Qardaşı isə bacısının intiharında təqsirli bildiyi həm kəndlisini bir neçə il öncə qətlə yetirdiyindən həbsdədir. Şəmkirdə az yaşlı qızdırmadan ölüb, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 2025-ci il təvəllüdlü Mehdi Sənan oğlu Əzimov 5 gün davam edən yüksək hərarətdən sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır. Təbibdən bildirilib ki, iyunun 15-də saat 15:20 radələrində 1 yaşlı uşaq bioloji ölüm vəziyyətində Şəmkir təcili tibb yardım bölməsinə gətirilib. Baş vermiş hadisə ilə bağlı dərhal hüquq mühafizə orqanlarına məlumat verilib. Bakıda usta işlədiyi emalatxanada ölüb. Hadisə iyunun 15 saat 16 radələrində Binəqədinin Xocasən qəsəbəsində yerləşən Taxta emalatxanasında baş verib. Orada çalışan 1982-ci il təvəllüdlü Ağsu sakini Balakişi Hacıyevin üzərində zorakılıq əlamətləri olmayan meyidi tapılıb. İlkin ehtimala görə o, ürək çatışmazlığından ölüb. Faktla bağlı araşdırma aparılır. Tovuzda çayda batan 22 yaşlı gəncin meyidi tapılıb. Hadisə Tovuz çayının Dondarquşçu kəndindən keçən hissəsində qeydə alınıb. Məlumata görə Ağdam rayon sakini İlham Şirinov Bakı şəhərindən Tovuz rayonunun Dondarquşçu kəndində yaşayan qohumlarının evinə qonaq gedib. Son günlər yağan intensiv yağışlar səbəbindən Tovuz çayında suyun səviyyəsi yüksəlib, axının sürəti artıb. Bir müddət əvvəl çayda itkin düşən gəncin axtarışlarına aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Aparılan axtarış tədbirləri nəticəsində İlham Şirinovun meyidi çaydan tapılaraq çıxarılıb. Hadisənin təfərrüatı Tovuz rayon prokurorluğunda araşdırılır. Bundan başqa rayonun Düz-Zırdaxan kəndi ərazisindən keçən Ağstafa su kanalının Məhsul Arena yaxınlığından keçən hissəsində batan Dəmirov Sərxan Qüdrətoğlunun meyidi də aşkar edilərək təhvil verilib. Gəncə Dövlət Universitetinin müəllimi vəfat edib. Doğru xəbər Azərbaycan xəbər verir ki, İqtisadiyyat və İdarəetmə Fakültəsinin 53 yaşlı müəllimi Azadə Vəliyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum 2014-cü ildən Gəncə Dövlət Universitetində fəaliyyət göstərib. Allah rəhmət eləsin. Gəncədə əməkdar mədəniyyət işçisi Mehbarə Cəfərova ağır avtomobil qəzasına düşüb. Hadisə şəhərin Mikayıl Müşfiq və Şota Rustaveli küçələrinin kəsişməsində qeydə alınıb. İlkin məlumata görə Cəfərovanın idarə etdiyi Jetor markalı avtomobil Habil Əbdürrəhmanovun Prius markalı avtomobili ilə toqquşub. Qəza zamanı hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Məlumat üçün bildirək ki, Mehbarə Cəfərova Gəncə Dövlət Filarmoniyasının solistidir. Faktla bağlı araşdırma işlərinə başlanılıb.